Ömər ibn Xattab radiyallahu anhu xəlifəliyi zamanı bütün məmləkətə, xilafətə elan yaydırır ki, südə su qatılmasın. Süd birbaşa süd kimi satılsın. Süd kimi satılmalıdır. Su içmək istəyən gedib su içəcək. Süddən şun olmasın. Südə su qatılmasın. Bir gün, bir gecə Ömər radiyallahu anhu Mədinənin küçələrinə çıxır. Gəzməyə, gecə vaxtı. Çıxır, gəzsin, görsün nə var, nə yox. Hər bir zaman belə edərdi Ömər radiyallahu anhu. Çünki Allah subhanahu qorxurdu. Haqq var. Bütün əlinin altında olanların haqqı onun üzərindədir. Baxmalıdır, gəzməlidir, görməlidir, qulaq asmalıdır, eşitməlidir ki, onların haqqını qaytarsın. Çünki məsuldur, başçıdır, soruşulacaq. Əlinin altında olandan hər bir kəs başçıdırsa, əlinin altında olanlardan soruşulacaq. Bütün haqlar ondan deyiləcək. Bütün haqlar üzə çıxacaq. Hər bir kəs ona dirənəcək. Ki, bəli, mənim haqqım səndə var idi. Başçı seçilmişdin, niyə haqlarımızı tapdadın? Deyiləcək. O bunu bilirdi. Və çıxaraq Mədinənin küçələrində gəzirdi. Və bir evin yanından keçəndə görür ki, bir qoca qarı qızına deyir ki, qızım, südə su qat, çoxalsın. Südə su qat, sabah satacaqlar, çoxalsın. Ömər radiyallahu dayanır o evin yanında, divarın yanında dayanır. Anası da qızına deyir ki, qoca qarı qızına deyir ki, su qat günə. Qız ona deyir ki, anasına, ana, Ömər ibn Xattab radiyallahu anhu südə suyun qatılmasını qadağan eləyib. Deyib ki, qatmıyor. Ömər radiyallahu buradadır, böyürdədir, təsəvvür elə. Ömər deyib ki, Xattabın oğlu Ömər, deyib ki, Faruq Ömər, deyib ki, südə kimsə su qatmasın. Anası deyir ki, Ömər indi nə bilir gecənin bu vaxtında? Ömər yatıb, Ömər nə bilir? Ömərin bundan nə xəbəri var? Biz burada nə edirik? Və imanlı qız, sadiq qız, mömin qız nə deyir? Ömər bilmirsə, bəs Ömərin Rəbbi bilmirmi? Axı Ömərin Rəbbi yatmaz. Onlar bax, Muhammed s.ə.v-in kitab və sünnə üzərində tərbiyə olmuşlar. Ayət-əl Kürsüdə bilirdilər ki, Allah deyib ki, Lə təxuduhu sinətun və lə nəv. Onun nə mürgü tutmaz, nə də o yatmaz. Bunun üzərində tərbiyə olunub bu qız. Aydındır mı? Deyir ki, Ömər yatıbsa, axı Rəbbi yatmaz. Heç onun mürgü tutmaz. Ömər bilmirsə, axı Allah bilir, Ömərin Rəbbi bilir axı bunları. Ömər bilmir. Nə olsun Ömər bilmir? Öməri yaradan var. Ömərin sahibi bilir bunu. Ömərin sahibi bilir. Bu sözlər Ömər radiyallahu anh ürəyinə birbaşa təsir edir. Allahu akbar. Bunu fürsəti əldən vermək olmaz. Ömər ibn Xattab radiyallahu anh həmən gedir evə. Oğlu Asimi çağırır. Və evin yerini işarə eləyir. Deyir ki, get filan yerdə filan qız var, onu al. Gəlini eləyir, özü üçün alır. Bir gün süd satan qız, gecə süd satan qız səhər xəlifənin oğlunun arvadıdır. Xilafətin başçısının oğlunun arvadıdır. Bir dənə Allah s.ə.dən qorxmaqla, hə? Allahın üzərində, onun üzərində muraqib olmasını bilməklə. Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər.